Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzadda kanalında sizi xoş gördük. Bugün mən Samir Bəşirli sizə 26 oktyabr 2025-ci il tarixində keçirilən güvən sınaq imtahanının tarix suallarını izah edəcəm. Qarşınızda 10-cu sinif 3-cü qrup və B variantının suallarıdır. Əgər belə videoların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olun və like düyməsini sıxın. Əgər bu sınağı işləməmsinizsə və işləmək istəyirsinizsə, o zaman link deməli açıqlama qismində qeyd olunub, həmin Telegram kanalına üzv olun, oradan yükləyib işləyin. Və şərhdə də öz fikirlərinizi suallarla bağlı yaza bilərsiniz. Beləliklə başladıq. Deməli, 31-ci sual. Xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdə yaranmış qədim dövlətlərin hansına aid xüsusiyyətlər verilməmişdir? Deməli, burada Pun müharibələrində iştirak etmişdi, Kadeş müqaviləsi imzalamışdı. Pun müharibələrində iştirak edən biz bilirik ki, Karfagendən Romadır. Ona görə 4 ilə 5-i biz buradan çıxırıq. Kadeş müqaviləsini də imzalayan, deməli, Het dövləti ilə Misirdir. Ona görə 1 ilə 3-ü də buradan çıxırıq. Cavabımız qalır ki, Yunanistana aid burada heç bir şey verilməmişdi. Cavab 2 idi. Ata xaqanlığı dövrünə aid deyil. Dərhal burada biz görürük ki, Y bəndində yazıb ki, əhalinin oturaq həyata keçməsi. Bu nədir? Bu Neolit dövrünə aiddir. Qalan hamısı Tunc dövrünə aid olduğuna görə Ata xaqanlığı dövrünə aiddir. Deməli, 32-ci sual. Burada deyir ki, deməli, hansı döyüşlər olduğunu tapmalıyıq, nəticələrini burada verib. Sasani Alban qoşunlarının məğlub olması. Baxırıq burada variantlara. Burada Dizrav döyüşləri olmalıdır. Burada Sasani Alban qoşunları biz bilirik ki, 371-də məğlub olublar. Biz bunları buradan bu variantları çıxırıq. Yalnız bu iki varianta baxırıq. İkinci döyüş ərəblərin Albaniyaya yolunu açdı. Bu Cərmidan döyüşüdür və dərhal biz artıq cavabı tapdıq ki, cavab A-dır. Lakin onu da qeyd edeyim ki, deməli bizim inşallah ki, kanalda da müsahibə olacaq. Mən bu dərslik müəllifləri ilə danışmışam. Artıq Dizrav döyüşləri dərsliklərdən çıxarılıb, yəni onu dəqiqləşdirmişəm. Dizrav döyüşləri artıq dərsliklərdən çıxarılıb və onun nəticələri də həmçinin çıxarılıb. Yəni gələn il 10-cu siniflərə Dizrav döyüşü düşməyəcək. İndiki 10-cu siniflərə gələn illər Dizrav döyüşü düşməyəcək. 34-ə baxırıq. Eradan əvvəl 6-cı yüzilliyin sonlarında həyata keçirilən islahatlar nəticəsində Albaniyada, baxın 6-cı yüzilin əvvəlində keçirilən islahat nəticəsində bu Solon islahatlarıdır. Bunun nəticəsində yoxsullara görə əmək haqqı verilməyə yox, bu periferi islahatlarına aiddir. Torpağa görə bütün borcların ləğv edilməsi, bəli, bu 6-cı əsrin əvvəllərinə aiddir. Solon islahatlarına aiddir. Və 6-cı əsrin sonlarında isə biz bilirik ki, strateqilər seçilməyə başlanmışdı. Və xalq yığıncağı artıq ali hakimiyyət orqanına çevrilmişdi. Cavab burada C-dir. Cavab burada C-dir. Sonra 35-ci suala gələk. Nə deyir 35-ci sualda? Paleolit dövrünün Neolit dövrü ilə oxşar Tunc dövründən fərqli cəhətini müəyyən edin. Deməli, ölülərin yaşayış məskənindən kənarda dəfn edilməsi bu paleolit dövründə yoxdur. İstehsal təsərrüfatının mövcud olması. İstehsal təsərrüfatı paleolit dövründə yoxdur. Bunu çıxdıq. Süni yolla odun əldə edilməsi. Bu Tunc dövründə də var. Deməli, bu heç birinin fərqli cəhəti. Yəni, hamısının oxşar cəhətidir. Düzdür? Süni, bunu da çıxdıq onda. Deməli, qəbilənin həyatında qadının mühüm rol oynaması. Biz bilirik ki, üst paleolit dövründə də, həm də Neolit dövründə də ana xaqanlığı olub. Deməli, cavab burada olur. D bəndi. Ana xaqanlığı dövrü olduğuna görə paleolit ilə Neolitin oxşarlığı qadının qəbilənin həyatında mühüm yer tutmasıdır. Cavab D-dir burada. 36. Müqayisə cədvəlində tarixi şəxsiyyətlərə aid doğru fikirləri müəyyən edin. Cavanşir Arşaki yox, Mehranilər sülaləsinə aid olub. Dərhal birləri biz buradan götürürük. Cərmidan döyüşündə qələbə nəinki qazanmayıb, heç orada iştirak belə eləməyib. Çıxdıq bunları. Soqdiana vilayətini ələ keçirməsi İstəmi xan, bəli, bu Soqdiana vilayətini ələ keçirib. Zaten cavabımız burada D variantı qalıb. Yoxlayaq. Soqdiyananın ələ keçirməsi, Xəzərlərlə mübarizə aparması bu hər ikisinin oxşarıdır. Fikir verin, burada xətti elə qoyub ki, ikisinə də düşür. Bu deməkdir ki, yəni bu aşağı hissə oxşarlar deməkdir. Deməli 5 bəli, bu hər ikisinə aid düşür. Bizans dövləti ilə diplomatik münasibətlər saxlanması, bu da hər ikisinə aid düşür. Ona görə cavabımız elə burada olur D bəndi. Baxın, bax, Cavanşirin altında olanlar Cavanşirə aid fərqli cəhətlərdir. İstəmin altında olanlar İstəmiyə aid fərqli cəhətlərdir. Bu ümumi isə ikisinin oxşar cəhəti olmalıdır. Biz də yoxlayırıq ki, hansına aid düzgündürsə götürürük. Cavabımız da qalır burada D bəndi. 37. Eradan əvvəl 1-ci yüzilliyin 20-ci ilində Atropatenanın tarixi üçün xarakterikdir.
Deməli, burada ən uyğun cavab olacaq hakimiyyətə yeni hökmdarın gətirilməsi. Bu da Ariobarzandır. Cavab B-dir burada. Sonra 38. Makedoniya İskəndərin Hindistanın işğalını yarımçıq qoymasının səbəbləri. Burada olmalıdır. Deməli, e, ordunun ciddi müqavimətə rast gəlməsi, bir də əsgərlərin uzun müddətli müharibədən yorulması. 2-3-dür cavab, Y bəndi. Sonra gəldik 39-cu suala. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bənd. Hilat döyüşünün baş verməsi nəticədə Xəzərlərin hücumunun dayandırılması. Bəli, biz bilirik ki, Savalan döyüşündən sonra ərəblər bütün Cənubi Qafqazı ələ keçirmişdilər. Lakin Hilat döyüşündən sonra Xəzərlər məğlub olub hücumlarını dayandırırlar. Əksinə bütün Qafqazı yenidən itirirlər. Deməli, bu iki varianta baxıram, bunları çıxıram. Bir olmayanları buradan çıxıram. Bizdən doğrunu istəyir. Baxıram 1-2-yə. Bizansla Sasanilər arasında sülh müqaviləsinin imzalanması nəticədə Albaniyanın Dizraf döyüşünə itirdiyi vilayətlərə sahib olması. Bizans deyildi o, Roma idi. Ona görə bunu çıxdım. 5-ə baxıram, Xosrovun islahatları həyata keçirməsi, Azərbaycanda feodal münasibətlərin inkişaf etməsi. Bəli, cavab elə burada B bəndidir. Bir daha qeyd edirəm, yəni Dizraf döyüşü artıq çıxarılıb, həm də onun nəticəsində itirdiyi torpaqların Albaniyaya qaytarılması da artıq proqramdan çıxarılıb. Cavab burada olur, deməli 1 ilə 5. 40. Erkən Tunc dövründə tayfaların yaranması ilə nəticələndi. Nə? Nə tayfaların yaranması ilə nəticələndi? Qohum qəbilələrin birləşməsi. Cavab Y-dir burada. Bir neçə qohum qəbilənin birləşməsi. 41. Mətn verib deyir, Cavanşir xilafətlə münasibətlərində də kifayət qədər çevik siyasət yürüdürdü. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra o, Bizansdan nisbətən uzaqlaşaraq xilafətlə münasibətləri nizama salmağa çalışırdı. 667 və 670-ci illərdə Cavanşir 2 dəfə xilafətin paytaxtı Dəməşqə gedərək xəlifə Muaviyə ilə görüşdü. Verilənlərə əsasən Cavanşirin həyata keçirdiyi xarici siyasətin nəticələrini müəyyən edin. Aha, deməli xəlifə daxili müstəqilliyə toxunmadı. Bir olanları götürürəm, olmayanları çıxıram və görürəm ki, burada Arşakilərdən danışır. 2-də Arşakilərin sülaləsinin hakimiyyətinin bərpa olunması. Bu da səhvdir. Cavab burada 1-3 qalır. Başqa cavabım qalmır. Yəni 1-3 Albaniyadan alınan vergilər 3-də 1-ə qədər azaldıldı. Cavab elə A-dır burada. Keçdik 42-yə. Son Tunc, ilk Dəmir dövrü. Deyir ki, bu dövrdə qədim əhalinin təbəqələşməsini göstərir kurqan tipli qəbirlərin olması. Yəni deməli cavabımız burada D bəndidir. Sonra keçdik 43-ə. 43-də nə deyir? Muğam və İstəminin vəfatından sonra Göytürk dövlətində varislər arasında hakimiyyət uğruna mübarizə başladı. Anaları Çinli olan şahzadələrin Çinlə yaxınlaşma cəhdləri və türk inancılarına yad olan buddizmi yaymaq istəkləri dövlət daxilində ziddiyyətləri daha da artırdı. Nəticədə 6-cı yüzilliyin 80-ci illərində dövlət iki hissəyə parçalandı. Mətnə əsasən 1-ci Göytürk və Böyük Hun dövlətinin parçalanması ilə bağlı oxşar səbəbləri müəyyən edin. Deməli, Xan sülaləsinin, yəni təbii ki, Göytürklərin dövründə deyildi. Ona görə biz biri buradan çıxırıq. Şahzadələr arasında hakimiyyət uğruna mübarizə. Bəli, bu düzgündür. Onda deməli mən deyində buradan çıxıram. Və baxıram 3-ə. Anaları Çinli olan şahzadələrin Çinlə yaxınlaşma cəhdləri. Bəli, bu hər ikisində vardı. Deməli, cavabım burada olacaq Y bəndi. Y bəndi daha düzgün cavabdır. 44. Göstərilən xüsusiyyətlərin aid olduğu ərazini xəritədə müəyyən edin. Göstərilən xüsusiyyətlərin aid olduğu ərazi. Deməli, Sasanilərin mərzbanı ərəblərlə sülh bağladı. Xəlifənin göstərişi ilə şəhər əhalisi vergidən azad olundu. Yerli əhali xilafətin düşmənlərinə qarşı döyüşlərdə iştirak etməlidir. Bu Dərbənd şəhəridir. Biz bilirik ki, Şəhriyarla bağlanan müqavilə idi. Ona görə cavabım burada olacaq C bəndi. Sonra 45 daha əvvəl baş vermişdir. Belə testlərdə gərək mütləq illəri qabağından yazasan ki, çaşmayasan. Deməli, Ağqoyun məclisinin çağırılması 488. 1-ci Şapurun Albaniyanı tabi etməsi. 1-ci Şapur Albaniyanı nə vaxt tabi edib? 262. Amid döyüşünün baş verməsi. Amid döyüşü 359. Məzdəkilər hərəkatının yatırılması. Məzdəkilər hərəkatı yatırılıb, deməli 529-cu ildə Albaniya dövlətinin süquta uğraması. Albaniya dövlətinə bax süquta uğrayıb, deməli 705-ci ildə. İndi buradan onda düzgün cavabı tapırıq. Deyir, daha əvvəl baş vermişdir. Cavab burada olur. B bəndi. B bəndi daha əvvəl baş vermiş olur. Şapurun Albaniyanı tabi etməsi. Sonra Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Euler-Venn diaqramına əsasən. Deməli, Axun və Göytürk dövlətlərinə baxıram. Uyğurlar tərəfindən süquta uğradılması. Bu deməli Göytürkə aiddir. Amma hə, bu bizə dəqiqə burada 1-ci Göytürk deyir. Bu 2-ci Göytürkü süquta uğradılar. Deməli, mən nə etməliyəm? Mən harda A gördümsə onu çıxmalıyam. Bax,
Burada A var, çıxdım. Burada A yoxdur, amma burada da yoxdur, burada da yoxdur, amma burada var. Harda A gördümsə çıxıram. Ötkən şəhərin paytaxta çevrilməsi bu birinci götürük. B bəndi 2B-dirsə, 2B-dirsə 2B olan variantı axtarıram və cavabı tapdım artıq. Cavab budur. Sadəcə yoxluyuram. 1-də 7 İftaritlər dövlət kimi tanınması. Bu düzdür. Əslində ikisini yoxlayan kimi görürsən ki, o biri variantlarda yoxdur. Cavabı elə budur. Vaxt itirməyə də bilərik. Lakin mən yenə də hamısını deyirəm. 2-də B-dən başqa həm də C var. Aşina nəslinə mənsub olması. Bəli, bu da düzdür. 3-də, yəni oxşar cəhətdə isə D Sasanilərlə qarşı mübarizə aparması bu da düzgündür. Deməli cavabım burada oldu Y bəndi. Eneolit dövrünə əsasən daş alətlərdən istifadə olunmasının səbəbi nə idi səbəbi? Səbəbi o idi ki, balaca yaxınlaşdırım. Deməli, səbəb nə idi? Səbəb o idi ki, çünki daş alətlər daha möhkəm idi, mis isə tez sıradan çıxırdı. Ona görə cavab D-dir burada. Sonra gəldik 48-ə. 48-də nə deyir? Bir dəqiqə. 48. Manna hökmdarı Ulusun və Atropatena hökmdarı Artabazın dəyişkən xarici siyasət yürütməsində məqsədi. Burada ən uyğun cavab, deməli, siyasi manevr etməklə müstəqilliyini qorumaq. Bax, cavab bu olmalıdır. O birilər heç biri uyğun gəlmir. 49. Göstərilənlər nəticəsidir. Böyük Hun dövlətinin bir hissəsi Çin əsarətinə düşdü. Vyetnamın bəzi hissələri, bəzi vilayətləri tabe edildi. Koreya ələ keçirildi. Bu xan hökmdarlarının işğallarının nəticələridir. Cavab B-dir burada. Sonra gəldi indi 50-ci suala. 50-ci sualda nə deyir? Baxaq 50-ci suala. 5 və 6-cı yüzilliklərin ikinci yarısında Albaniya və deməli burada ən uyğun cavab olacaq 5 və 6-cı yüzilliyin ikinci yarısı. Deməli, Bizans hakimiyyəti altı bu ola bilməz. Ərəb hücumları ola bilməz. Burada deyir ki, Atropatena ilə birlikdə Sasani dövlətinin şimal qüsdu. Bu biz bilirik ki, Xosrov və Nuşirvanisi adlardır. Ona görə bu 5-ci əsrə aid ola bilməz. Ona görə biz bunu da çıxdıq. Qəbələni paytaxt şəhəri olaraq saxlamışdı. Bu da səhvdir. Çünki 5-ci əsrin ikinci yarısından artıq deməli Bərdə şəhəri idi. Deməli, bir cavab qalır. Bəli, Sasani mərzbanları tərəfindən idarə olması. Həm 5-ci əsrdə 1-ci mərzbanlıq dövrü, həm də 6-cı əsrdə 2-ci mərzbanlıq dövrü var. Sonra 51 Perikl və Qraq qardaşlarının fəaliyyəti ilə bağlı ümumi cəhət nə olacaq? Olacaq ki, deməli, yoxsulların mənafeyinə uyğun tədbirlərin görülməsi. Perikl yoxsullara vəzifə verir, Qraq qardaşları isə onlara torpaq paylayırlar. Sonra 52. Tarixi proseslərin məntiqi ardıcılıq deyir burada. 3-cü Vaçaqanın hakimiyyətə gəlməsi. Bunun nəticəsində Aqoyun məclisi çağırılır. Deməli 2-də olacaq C bəndi. 2-də olacaq C bəndi. Bunlara baxıram. Bu birləri buradan çıxıram ki, məni çaşdırmasın. Sonra baxıram nəyə? İndi bunlarla yoxlayıram. 4-də D. Albaniyanın Sasani mərzbanların hökmranlığının başlaması. Bu xristianlığın qəbul edilməsinin nəticəsi deyil. Aydındır. Ona görə də mən bunu da buradan çıxsam, deməli, bunu da buradan çıxsam bir variant qalır. O da ki, Y bəndi. Zaten elə Y bəndi qalmışdı bizdə. Elə bir dənə 2-də D, Y bəndi burada idi. Çünki 4Y Azərbaycanda feodal münasibətlərin daha da inkişaf etməsidir. Bəli. Çünki xristian dininə aid qanunların qəbul edilməsi xristianlığın feodal əsaslarını möhkəmlətdi. Və bu da Azərbaycanda, yəni Albaniyada feodal münasibətlərin daha da inkişafına səbəb oldu. Cavab burada olacaq Y bəndi. Y bəndi. Onsuz da bayaq çıxdaş eləməklə tapmışdıq. Əslində heç biz 4-də D-yə baxmaya da bilərdik. Sonra keçdik 53-ə. Albaniya və Yunan mədəniyyətləri arasında əlaqələri əks etdirir. Deməli, bu bizim İran 2-ci əsrinə aid Böyük Dəhnə kəndində tapılmış daş kitabə, bir də ictimai binaların üstünün kiremitlə örtülməsi. Herakla aid Kirif abidəsi. Bu Atropatenadadır, Albaniyada deyil. Sonra keçdik 54-ə. Kuti dövlət qurumu və Manna dövlətlərinin tarixinə aid oxşar xüsusiyyətlər. Vilayətlərə canişinlərin təyin edilməsi. Vilayətlərə canişinlərin təyin edilməsi, bu, bəli, bu oxşar cəhətdir. Urmiya gölü hövzəsində meydana gəlməsi, bu da oxşar cəhətdir. Əslində burada 1-2 götürüblər, lakin 3-ü də götürmək olar. Yəni 3-ü də götürmək olar, əslində götürmək olar. Çünki Mannada da müəyyən müddət hakimiyyət seçim yolu ilə həyata keçirilirdi. Lakin bilirsiniz, biz həmişə müəllifin fikrinə girməyə çalışmalıyıq. Bax, burada da üstünlük sözünə fikir vermək lazımdır. Deməli, burada bu testi hazırlayan nəzərdə tutur ki, yəni həmişə hakimiyyət irsən keçirdi. Ona görə də, yəni bu Mannada həmişə olmayıb da. Biz bilirik ki, İranzu hakimiyyətə gələnə qədər olub.
Ona görə də 3-ü götürmürük, 1-2-ni götürməyə üstünlük veririk. Belə testli cavablarda adətən 2 düzgün cavab olur. 1-2-dir. Sonra 55. Nə deyir burada? Xronoloji ardıcıllıq. Axund dövlətinin süqut etməsi. Süqut etməsi 567-ci il. Yer gəlmişkən onu da deyim ki, bizdə həm Premium Akademiyada, həm də mənim özüm tarix asan izahda tarix hazırlığı mərkəzində abituriyent hazırlığı həyata keçirilir peşəkar komanda ilə. Tarixdən mən özüm dərs keçirəm və dərslər həm onlayn, həm də əyani qaydada həyata keçirilir. Dərslərə yazılmaq istəyənlər açıqlama bölməsindəki nömrə ilə əlaqə saxlaya bilərlər. Deməli, 55-ci sual Axund dövlətinin süqut etməsi bu 567-ci il. Sonra Katalan döyüşünün baş verməsi. Bu neçənci ildir? Bu 451-ci ildir. Gəlin bunu düzəlməli yazaq. 451-ci il. Sonra Göytüşlərin Kürşadın başçılığı ilə üsyana qalxması. Bu, deməli, biz bilirik ki, 639-cu ildir. Roma imperiyasının iki hissəyə parçalanması bu 395-ci ildir. Cavab necə oldu burada? Deməli, xronoloji arızalık deyirsə, 4 birinci gəlir, sonra 2 gəlir, 4, 2, 1, 3, 4, 2, 1, 3 gəlməlidir. 4, 2, 1, 3 belə gəlməlidir. Bəli. 56-cı sual burada nə deyir? Neolit inqilabı adlandırılan dəyişiklikləri müəyyən edin. Ox və kaman ixtira olunması bu mezolit dövrüdür. Bunu çıxdıq. 2 düzdür. 2 deməli neolit inqilabına aiddir. Meydana gəlməsi sözü biraz səhvdir. Yəni bu söz səhvdir. Çünki meydana gəlməsi əslində bu mezolit dövrünə aiddir. Əkinçilik və maldarlığın formalaşmasının başa çatması olmalıdır. Yəni bu da səhv sözdür əslində. Sadəcə burada bunlar bunu götürüblər. Yəni belə deyək də burada bunlar bunu götürüblər. Başqa bir cavab burada uyğun gəlmir. 2 ilə 4-dür ən uyğun cavab. Çünki 3 də Tunc dövrünə aiddir. Sadəcə bu yəni meydana gəlməsi sözü səhvdir. Burada belə verilməsi düzgün deyil. Bunu da deyim sizə. Çünki əkinçilik və maldarlığın meydana gəlməsi mezolit dövrünə aiddir. Neolit dövründə bunlar sadəcə deməli əhalinin əsas məşğuliyyətinə çevrilir və formalaşması başa çatır. Yəni məsələ bundan gedir. Meydana gəlmə sözü neolit inqilabına aid deyil əslində. Amma biz həmişə demişəm, öz tələbələrimə öyrədirəm, sizə də öyrədirəm. Deməli 2 ilə 4-dür. 2 ilə 4. Yəni öz tələbələrimə öyrədirəm ki, ən uyğun cavabı seçin. Ən uyğun cavab burada 2 ilə 4 olur. Deməli 57-ci sual, gələk 57-ci suala. Baxaq nə deyir burada. Deyir, salon saatları ilə bağlı uyğunluğu müəyyən edin. Müsbət cəhəti, bir də mənfi cəhəti. Vətəndaşların hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən olundu. Bu, onun mənfi cəhəti idi. Kəndlilərin borcları ləğv edildi. Bu, onun müsbət cəhətidir. Bütün vətəndaşları xalq yığıncağında iştirak edə bilərdilər. Bəli, bu, onun müsbət cəhətidir. Ən kiçik səhvə görə insanlara ağır cəza verilirdi. Bu, heç birinə aid deyil. Yoxsul vətəndaşlar siyasi vəzifəyə seçilə bilməzdilər. Bu da mənfi cəhətidir. Aydındır. Bu da onun mənfi cəhətidir. Deməli, 1-də olacaq BC, 2-də olacaq AY. 1-də olacaq BC, 2-də olacaq AY. Ən uyğun cavab burada budur yenə də. Əslində burada C də biraz mübahisəlidir. Çünki əvvəldən onlar zaten bütün vətəndaşlar ancaq xalq yığıncağında iştirak edə bilərdilər. Olsun, yəni yenə də ən uyğun cavab burada bunu götürüblər 100%. Deməli, situasiya testinə gəldik. Deyir ki, bir qrup Roma aristokratı diktatorun fiziki məhv edilməsi planını hazırlayırdı. Sui-qəsddə xüsusi rol Brut üçün nəzərdə tutulurdu. Sezar ona sonsuz etibar edirdi. Sezara Brutun ona qarşı qəsd hazırladığı barədə xəbər çatdırıldıqda isə o, buna inanmaqdan qəti şəkildə imtina edirdi. Senat iclasında Sezarın Romanın çarı elan olunacağı gözlənilirdi. Diktatoru sıx izdiham əhatə etmişdi və onların heç biri Sezarın forumun daşlarına son dəfə ayaq bastığını bilmirdi. Sui-qəsdçilərdən biri Sezara müraciət edərək qardaşının sürgündən geri çağırılmasını xahiş etdi. Onun hədsiz israrından təəccüblənən Sezar əsəbləşməyə başladı. Elə bu vaxt sui-qəsdçilər hücum edərək Sezarı bıçaqlamağa başladılar. Mənbədə bəhs olunan dövrdə Romanın dövlət quruluşunu müəyyən edin. Bu respublikadır. Bu dövrdə respublikaydı Roma. Aydınmı? Düzdür. Sezar istəyirdi ki, mətndən göründüyü kimi istəyirdi ki, padşahlığı bərpa eləsin, yəni özü imperator olsun, amma hələ ki respublikanı ləğv eləməmişdi. Sonra mənbəyə və tarixi bilgilərinizə əsasən Sezarın senatda öldürülməsinin səbəblərini müəyyən edin.
Aydın məsələdir. O istəyirdi ki, Respublikanı devirsin. Əsas da onun öldürülməsinin bir nömrəli səbəbi də o idi. Respublikanı devirmək istəməsi. 60. Mənbədə bəhs olunan hadisədən sonra Romanın siyasi vəziyyəti ilə bağlı iki doğru fikri qeyd edin. İki doğru fikir bu ola bilər ki, Romada vətəndaş müharibəsi daha da qızışdı. Antoni ilə Oktavian respublikaçıları məğlub edib Romanı öz aralarında böldülər və yaxud da bunu da qeyd eləmək olar ki, Roma imperiya çevrildi. Yəni bunu da hardasa düzgün cavab kimi götürmək olar. Belə hörmətli izləyicilər, baxdığınız üçün təşəkkür edirik. Rəy bölməsində mütləq düzgün cavabların sayını qeyd edin və yaxud da testlərlə bağlı hansısa sualınız varsa, onları həm rəy bölməsində qeyd edərsiniz, mütləq cavab verəcəyik, həm də açıqlama qismindəki telefon nömrəsi ilə də əlaqə saxlayıb bizə yaza bilərsiniz. Sağ olun, növbəti görüşlərə qədər.